deyirsən ki, yəqin ki, bu başqadır. Bu yəqin ki, real biznesdir və ya nəsə. Hə, başladılar mənə deməyə ki, bəs sən də yeni dostları gətirməsən də bizdə nə bilim 5 aydan sonra filan şey olacaq, 1 ildən sonra filan şey olacaq, filan yerə gedəcəyik, bu qədər böyüyəcək şirkətimiz, bu qədər şirkətdən pay düşəcək. Sonra mən də gördüm ki, nəsə elə mən heç nə etmək olmur. Sonra mənə belə tələyə saldılar ki, bəs əlavə 700 euro da versən, sən bizim VIP statusa qoşulursan, onda sənin daha çox point yığırsan və bu pointlər də gələcəkdə sənə şirkətin investisiyası kimi investisiyasına əvəzlənəcək. Son anda mən hardasa 1 ilə yaxın müddət keçmişdi və görürdüm ki, bunlar dediklərinin heç 1% belə yerinə yetirilmir də. Bu ay deyirlər, bu olacaq, olmur, təxirə salırlar. Gələn ay başqa şey, elə həmişə də bir-birinə belə deyək də süni motivasiya ilə elə insanlar dövr eləyir.